Deyirəm, çünki Hacının atası, Allah rəhmət eləsin, Hacı Rəşidi dəfələrlə mən görən kimi salamdan sonra birinci soruşduğu bu idi. Mən oruclar, namazlar ki, vaxtında qılmamışam, tutmamışam, onları pulla kimisə naib tutub, qıldıra, orucu tuttura bilərəm ya yox. Deyirdim ki, ay Hacı, Allah sənə uzun ömür versin. İnşallah özün eləyərsən bacardığı. İnşallah uzun bir 110-120 yaşdan sonra evlatların sənin əvəzindən kimisə naib tutar və yaxud da özləri eləyir. Hər dəfə kişi məni görəndə, ya bir süfrə arxasında oturanda, meçidin özündə də salamlaşırdıq, eyni sualı mənə hər dəfə verirdi. Və hər dəfə də eyni cavab verirdim, adam narahat idi. Və deyirdim ki, olmaz da, yəni bədən şəkildə başa salırdım ki, olmaz. Nə qədər şəxs deyirdisə, olmaz. Şükür Allaha, evlatları namazın da, orucun da Hacı Nəsibin mənə dediyinə görə əksər hissəsi hələ bitib. Buyur Hacı Ayşədə. Yəni deməkdə o, məsələn, namaz qəzası vardı, sağlamdır, heç qılmır, misal üçün. Bu, öləndən sonra böyük olunca boynuna ki, bazı olur ki, böyük olur, qılmalıdırlar, əda eləməlidir, misal üçün, kim nəsə elədir. Amma sığortası var da, ona görə qılır. Bu nə təhər var? Bu nə təhər olacaq? Deməli, bu mövzuda fətva ixtilaflıdır. Bir qism üləma deyir ki, böyük oğul ata istər asi olsun, istər itaətkar olsun, yəni bilərəkdən vacib olduğunu bilib, imtina eləməyib. İmtina eləmək başqa, namaz da boş şey. Belə bundan danışmırım. Namaz da düzdür, oruc da düzdür, amma mən alınmır da, mən günahkaram, mən beləyəm, mən özümü pak insanlardan hesab eləmirəm. Sən qıl, hələ bizə də çatar filan, elə belə. Adam imtina eləmir. Bu şəxs dünyasını dəyişəndən sonra bilir vacibdir, amma qılmır. Fətva iki cürdür. Bir qism üləma deyir ki, əgər adam asidirsə, onun qəzası yoxdur, böyük oğula vacib deyil. İstəyər atasının boynundan öhdəsində olan vacibatı götürsün, özü naib olaraq ya başqasını naib tutsun, ya da ki, bu işdən imtina eləsin. Yox, əgər yox, ata itaətkar olur, xəstə yatıb və yaxud ağıl qaçıb, bir-iki gün namaz qıldı, sonra maşın vurdu, ağlı qaçdı. Məsələn, bir 10 il belə qaldı, misal deyək, və yaxud xəstə qaldı və yaxud da nəsə ki, səbəb olsun ki, onun qəzasını qılmalı. Nə qədər sağdırsa, tamam. Çünki təzədən şəfa tapa bilər. Amma dünyasını dəyişəndən sonra böyük oğla bəli vacib olacaq. Deməli, itaətkarda ixtilafdır, ittifaqdır. Bütün üləma fətva verir ki, böyük oğul yerinə yetirməlidir. Amma asi olan atada ixtilafdır. Bir qism deyib, asi də olsa qılmalıdır. Bir qism deyib ki, yox, asiyə böyük oğla gərək olarmış. Mən böyük oğlum,